Salam hörmətli izləyicilər. Bugün haqqında danışacağım şəxs Orban Macar vətəndaşıdır. Dövrünün ən dahi insanlarından biri olub. Görkəmli Macar mühəndisi olub. O yaşadığı dövrdə Bizans imperiyası ilə Osmanlı imperiyası müharibə vəziyyətində olublar. Daim konfliktlər, gərginliklər olub. Bir gün o Bizans imperatorunun yanına gedir, saraya gedir, 11-ci Konstantinin yanına gedir və o imperiyanı məğlubiyyətdən qurtara biləcək bir ixtira ilə onun yanına gəldiyini bildirir. Bu top ixtirası idi, lakin onu dinlədikdən sonra deməli 11-ci Konstantin onu təhqir edir və saraydan qovur. Beləliklə də Orban deməli Osmanlı imperiyasının deməli sarayına gəlir. Orada 2-ci Mehmet onu təmtəraqla, şan-şöhrətlə qarşılayır və onun fikrini qiymətləndirir və beləliklə də onun ixtirası Vazelina adlı bir top idi. Həmin topu Mehmet icazə verir ki, o yarasın, qursun və beləliklə də o fəaliyyətə başlayır. Onun yaratdığı, kəşf etdiyi, ixtira etdiyi topun lüləsinin uzunluğu 8 metr idi. Onu daşımaq üçün 60 öküz, yüzlərcə insan lazım idi. Onun deməli daşdan olan mərmiləri çox kiçik məsafədən atıldıqda belə ən qalın divarları yarmaq gücünə malik idi. Və beləliklə də müharibə başlayır. Bir neçə həftə davam edən müharibə nəticəsində Konstantinopolun divarları deməli yarılır. Sonda böyük bir deməli yarıq açılır və oradan Osmanlı qüvvələri Konstantinopola daxil olurlar və Konstantinopolu süqut edirlər və min illərlə davam edən Bizans imperiyasına son qoyurlar. Və beləliklə də Osmanlı imperiyası bu döyüşdə Orbanın sayəsində qalib gəlir. Çox sağ olun, kanalıma abunə olmağı unutmayın.